Bir-birinizə xoş gördük, hörmətli izləyicilər. Bugün dekabrın 26-sı. Yeni ilə az qalır. Və buna görə də şəhərdə hər yer bəzədilib. Xalqımız isə dincəlmək üçün şəhərdə gəzirlər, dincəlirlər və əsası da Qarabağımızın ən parlaq nümunəsi olan, dünyada tanınan muğamlarımızı tərənnüm edən muğam ustalarının görüşünə gəlmişəm. Əlbəttə ki, bizim də istirahətə ehtiyacımız var və burada torpaqlarımızda yetişdirilən meyvələrdən hazırlanmış fiqurlar nümayiş elətdirilir. Xaricdən gələnlər həsrətlə onlara baxırlar, təəccüb doğururlar. Və Qarabağa məxsus olan əl işlərinin tərənnümü var. Əlbəttə ki, Bakını, görkəmini göstərən burada fiqurlar var, əl işləri var. Biz doğrudan da xoşbəxtdik ki, Azərbaycanlıyıq. Bu qədər sərvətlərimiz var. Görürsünüzmü?